Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovanın həyatına həsr olunan film təqdim edilib. Nizami Kino Mərkəzində nümayiş olunan ekran işinin ərsəyə gəlməsində 70-ədək yerli və xarici mütəxəssis, 100-dən çox aktyor iştirak edib. İkinci Dünya Müharibəsi illərində dünyadakı iki qadın gəmi kapitanından biri. Şövkət Səlimovanın cəbhəyə verdiyi töhfələr eyni adlı filmlə auditoriyaya çatdırılır. Şövkət bədii filmi real tarixi süjet əsasında çəkilmişdir. Hadisələr Xəzər dənizində 40-cı illərdə cərəyan eləyir. Amma eyni zamanda biz Şövkət xanımın tək peşəkar tərəfini yox, həm də bir lider qadın obrazını da önə çıxartmağa çalışmışıq. 13 gün çəkiliş günü olub burada və film çətin şəraitdə çəkilib. Yəni nə barədə? Çəkiliş dənizdə 40 dərəcə, 43 dərəcə istidə, yayın ən isti vaxtlarına çəkilibdir. Çox qısa müddətdə indi filmə baxacaqsınız. Belə bir nəticəni almaq, mən düşünmürəm ki, hər hansı bir komanda bunu eləyə bilərdi. Komandada bir sıra tanınmış aktyorlar yer alıb. Ekran əsərində Şövkət rolunu gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Çox həyəcanlıyam, çox şadam ki, belə bir işlə varam. Ümid edirəm ki, yaxşı ifa edə bilmişəm, amma çox çətindir. İndiki dövrdə yaşayan bir insanın o dövrdə müharibə vəziyyətini başa düşməsi, o hissləri yaşaması, dərk eləməsi. Düşünürəm, indiki dövrdə müharibəni görməyən insanlar 100% onu başa düşmür. Dənizçilik tariximizdə iz qoyan xanım kapitanın həyat yolunu tamaşaçıya bədii dillə təqdim edən film tamaşaçılar tərəfindən maraqla qarşılandı. Film bizə çox gözəl təsir bağışladı. Həqiqətən də donanma idarəsində işləyən bütün qadın xanımlara mən ithaf eləyərdim bu filmi. Çox fəxr edicidir ki, yəni ki, bizim xanımlarımızı yada salırlar və xanımlarımız bu peşəyə gəlir. Bugün Xəzər dəniz gəmiçiliyinin donanmalarında xanımlar müxtəlif vəzifələrdə çalışırlar. Mavi sularda dastan yazan ilk qadın gəmi kapitanımız Şövkət Səlimova haqqında çəkilən bu filmin zərif cinsin nümayəndələrinə fəaliyyətlərində mayak olması diləyi ilə.